Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır. Bunu Dost Agentliyinin təşkilatçılığı ilə Soçkov 2025 Süni intellekt, insan və transformasiya üçün mövzusunda keçirilən beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirdi. Ölkəmizdə süni intellekt sayəsində inkişafı sürətləndirmək, rəqəmsal transformasiyanı dəstəkləmək və Azərbaycanın qlobal süni intellekt ekosistemində rolunu gücləndirmək məqsədi ilə 2025-2018-ci illəri əhatə edən süni intellekt strategiyası təsdiq edilmişdir. Süni intellekt imkanlarının tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyət Nazirliyin strategiyası çərçivəsində hazırlanmış 3 illik yol xəritəsinə uyğun şəkildə həyata keçirilir. Belə ki, 56 sistemində süni intellekt əsaslı funksionallıq hazırlanaraq istifadəyə verilmişdir. Bu funksionallıq əsasında tibbi göndərişlərdə mətn analizi həyata keçirilir. Şəxsi məlumatlar və sui-istifadəyə səbəb ola bilən həssas məlumatlar avtomatik aşkar edilərək tənzimlənir. Eyni zamanda gələcək üçün 56 sistemində yenə də süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Bu mexanizm nəticəsində həm qərar vermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artırılacaqdır. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışı zamanı vurğuladı ki, süni intellektli texnologiyaların və yaşıl keçid transformasiyasının nəticəsində yaranacaq iş yerləri iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək. Son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri də bu sahədə ciddi araşdırmalar aparırlar və çox ciddi nəzər alınması hesabatlar hazırlayırlar. Ən son Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində araşdırma hesabatına baxsaq, çox ciddi orada rəqəmlər və proqnozlar var. Xüsusilə də süni intellekt tipli texnologiyaların və yaşıl keçid transformasiyasının nəticəsində dünyada 90 milyondan çox iş yerinin ləğvi, amma onun əvəzində artıq 170 milyona yaxın yeni iş yerlərinin formalaşdırılmasından söhbət gedir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladan Kandreyeva bildirdi ki, BMT Azərbaycanda süni intellektin inklüzivliyə və yaşıl inkişafa töhfə verən əsas qüvvəyə çevrilməsi istiqamətində dəstək göstərməyə hazırdır. Onun sözlərinə görə, hazırda dünyada süni intellektdən istifadə məsələsi sual doğurmur. Sadəcə əsas məsələ ondan necə yararlanmaqdır. Biz eyni zamanda ayıq-sayıq olmalıyıq. Süni intellekt rəqəmsal uçurumu dərinləşdirməməli və ya ayrı-seçkiliyi gücləndirməməlidir. Süni intellekt sosial xidmətlərdə təhsilin fərdiləşdirilməsində və əmək bazarında işçiləri uyğun imkanlarla əlaqələndirməkdə güclü bir vasitə ola bilər. Ancaq bu sahədə uğur böyük ölçüdə rəqəmsal savadlılıqdan, inklüziv siyasətdən və hər bir fərdin öz gələcəyini formalaşdırmaq üçün gücləndirilməsindən asılı olacaq. Kobiyanın idarə heyətinin sədri Orxan Məmmədov vurğuladı ki, kiçik və orta biznesin inkişafı agentliyi KOP sektorunda daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsaslanan biznes analitikası sisteminin yaradılması üzərində düşünür. Birinci istiqamət süni intellektə əsaslanan həll yolların daxili biznes proseslərimizə və kiçik orta biznes subyektlərə yönələn xidmət alətlərinə inteqrasiya edilməsi ilə bağlıdır. Bu məqsədlə elektron KOP evi portalı layihəsi çərçivəsində müəyyən işlər aparılır. Rəqəmsal mühitdə süni intellekt üzərindən biznes bələdçisi alətinin yaradılması nəzərdə tutulmuşdur. 3 panel sessiyadan ibarət olan tədbirdə vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətirildi. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr apardılar. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirinin müavini Adil Çalışqan panel sessiyasında çıxışı zamanı qeyd etdi ki, süni intellektdən doğru istifadə edildikdə insanlar üçün təhlükə olmayacaq. Yapay zeka artık sadece teknolojik bir gelişme değil, doğru şekilde kullanıldığında insan hayatını kolaylaştıran, hizmetlerin kalitesini artıran ve sosyal adaleti güçlendiren stratejik bir araç haline gelmiştir. Aynı zamanda sunduğumuz hizmetlerin etkinliğini ve kalitesini artırmada büyük bir potansiyele sahiptir. Bu bakış açısıyla bakanlık olarak sosyal hizmetler alanında yapay zeka destekli çözümler üretmeye devam ediyoruz.
yapay zekadan yararlanarak sosyal hizmet uzmanlarının karar veriş süreçlerini güçlendiren sistemler geliştiriyoruz. Qeyd edək ki, konfransa ümumilikdə dünyanın 20-yə yaxın ölkəsindən 350 nəfər qatıldı. Konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.